İsə mən bir söz deyim, hərdən şou lazımdır. Bu nədir? Şou proqramdır da, yəni şou verilişidir. Bəli, bəli. Şou xarakterli verilişdir. 10 minə paltar aldım, 10 minə. 10 min olmamışdı, kəmər 1000 olmuşdu, ancaq belə çıxmışdı, 10 min eşidilmişdi. Mən çox qulaq asdım. Təbii ki, 10 minə kəmər yoxdur. Vallahi heç bəzən olur ki, o şou tərəfinin... Şou mu eləmişsiniz bunları? Bəli, bəli. O qurbanı olmaq istəməzdim. O görürsünüz, mən neçə illərdir o gözəl aşıq musiqiləri oxuyuram. Niyə bəs belə şou qurdunuz Kəmalə xanım? Bir adam yazmır, nə gözəl musiqi oxumusan. Bir dənə don, məsəl üçün elə belə... Bax, onu deyirəm də. Deyirsən ki, bugünkü əlbisəmə Tolik, sənin nefrivə belə gözəl bəzəndim, düzəndim. Qiyməti neçədir? 10 min, dedim də. Onu Respublika danışdı. Nədənsə çıxsan, bir teatrdan, bir Leyli Məcnundan bir ağız oxuyanda ondan danışmırlar bunlar. Sırf buna görə mi etdiniz? Bəli, yoxsa məndə vallahi nə o deyilən para yoxdur, elə zənginlik yoxdur. Çünki mən o dərəcədə toylara da gedə bilmirəm. Çünki bildiyinizə görə toyları elə bil ki... Monopoliyadır. Bəli, restoran müdürlərindən çox eləyir bunu, mən bilirəm. Mən çox anlayışlı bir hər yerdə məlumatım var. Necə məlumat deyəm? Bilirəm ki, məsəl üçün, mən gedirəm, gedirəm, məsəl üçün, restoran müdürü ilə danışıram, yəni, biraz da belə çılpaq şəkildə desək, deyir ki, bəs ya pulundan elə bil ki... Faiz verməlisən. Bəli, yox, qız özü belə təklif eləyir. Adamın üstünə Allah var, qız özü təklif eləyir ki, yəni burada toylara, ən özdə lüks restoranlardan söhbət gedir. Bu var, həqiqətən var. Ya sən o pulu verməyəsən, dostluq yapacaqsan, elə bil ki, ya da ki, sən bütün toylarda, məsəl üçün, mən görürəm, ay başıma dönüm, belə şey yoxdur. Bəzi müğənnilər var, yəni bu, xanəndəliyi oxuyub qutarıb da, özü deyəsən ki, məsəl üçün, bu star, o mən dediyim kimi. Yəni, mən burada iminlə səmimiyəm bu sözümdə. Çünki doğrudan da mənim sevdiyim bir-iki dənə oxuyan qız var ki, onları mən sevirəm. O da o qədər küllü miqdarda pul xərcləyib ki, artıq bugün o pulu, məsəl üçün, sənətinə pul qoyub da özünü fəda eləyib, düzdürmü? Bəli. Amma bəzi qızlar var, bütün günü restorandan xına oxuyur, toy oxuyur, xına, 5 dənə. Bu yalandır, bu mümkün deyil. Toyların bu devrində, zəif devrində mümkün deyil o qədər toy oxumaq. Restoran müdürləri ilə münasibət qururlar. Bir mənalı bu belədir. Yəni, mənim də bu dəqiqə... Bu münasibət nə münasibətidir? Orada gözəl münasibətlər olur da, canım. Orada çox gözəl münasibətlər olur. Ya qazandığım puldan, məsəl üçün, 2000-ə təklif eləyir yarım saatını. Nədənsə, mən şou proqramlara bir müddət getdim də, doğrudan da sıxıntım var idi, şou proqramlarda getdim, oxudum. Və orada mən toy tutmağa başladım. Toyun günü çatanda, ay başladım, mən toydan vururdular. Bu nə münasibətdir, bu nədir? Yəni, mən xalqıma sadəcə müraciət edirəm. Mən, yəni, belə əməliyyatda olmalıyam-mı, ya açıq-saçıq geyinməliyəm-mi, mən bütün gün toyda olum, ya restoran administratorları ilə dostluq eləməliyəm. Vallahi mən bilirəm, bu işin kökün hamımız bilirik də, yəni. Ya mənim yanımda bir musiqiçi oğlan olmalıdır, məni o toya salmalıdır, ya mən də ona hələ daima gülməliyəm, qeyri-səmimi. Bu iş belədir. Ona görə mən pul qazana bilmirəm. Toylardan düşdüyüm olub, mənim məsəl üçün sosial şəbəkələrdən, yəni olub ailələr, sağ olsunlar, mənim özümü bəyəndiklərinə görə qapalı həcxanım olub da, toyları belə ibadət əhli olub orada. Yəni mən elə toyları aparmışam, o da Instagram, yəni sosial şəbəkədən məni tapdılar. Elə başqa, yəni restorandan məni istəyəndə məni vurublar. Restoranın administratoru, təbii ki, müdürlərinə aid. Bu dostluq eləməyi niyə bacarım? Mən necə axşamlar gəl oturaq, mən gedib otura bilmirəm. Boş oldun, sevgi münasibətlərimiz yeyib içməyə gedək. Mən düzgün mü anladım? Ya indi sevgi olsun, ya hərdən xatırla məni, hərdən. Yəni, belə işlər olmalıdır ki, uzun işlərdir. Bunların hamısı bir elmdir. Oxuya bilməsəm, bu elmi bilsəm, bəs eləyir, kifayət eləyir. Amma mən o toya düşəndə, mən o qadın məclisi idi də, hamısı sırf qadınlardır.
Vallahi musiqiçilərimiz də qadınlar idi. Hamısı da mənim danışdığımı eşidirlər. Mən orada bir dəqiqə belə dayanmadan 3 dəfə bacım yanındaydım. Paltar da o qədər ki oxudu. Qadın məclisi ağrı oldu axı. O qədər biz oxuyurduq canlı. Yəni bunu gərək insan evdə düzdür istəyəndə, xanımlar istəyəndə məni çağırırlar. Amma Kəmalə xanım, siz özünüz o qədər özünüzü varlı, karlı təqdim etdiniz ki, yəni indi deyirsiniz mən pul qazana bilmirəm, bu insanları çaşbaş sala bilər. Fakt sizin efirlərə çıxıb, bilirsiniz, libaslarınızın qiymətini 5 min, 10 vallahi, min falan demək. Onu da mən sizlə, mən bir söz deyim. Bu günləri mən məsəl üçün gedib o paltarı alım. Hər gün mən efirdəyəm. Hər gün mən 5 min verib o mənim qarcırobum girirsən. Yəni o 1000 manat dediniz ki, kəmərimin qiyməti. Onun öz qiyməti neçəyə idi? Doğrudan da onun qiyməti 500 xarici valyuta ilə olub, 1000 manatdır. Onu hər kəs düz demisiniz. Hər kəs bunu bilir. O markanın qiyməti odur. Yəni bu sadəcə mən 1000 manat demişəm, o ağzımdan 10 min çıxıb. Bu belə deyil. Vallahi 10 minə hamı geyinənlər bilir ki, 10 minə kəmər yoxdur da. Yəni bunu mən bilirəm də, səmimi ki 10 min çıxıb. Amma bu gün mən o dərəcədə mənim ehtiyacım çoxdur ki, yəni pula ehtiyacım. Niyə? Nə barədə? Çünki artıq oğlum böyüyüb, oğlum tədbirlərə gedir. Mən elə 5 dənə işim olursa, məsəl üçün düşdüyüm tədbirləri oğluma... Bəlkə də elə o dediyiniz qiymətlər insanlarda qorxuzub ki, ay Allah, bunun paltarı 15 mindirsə, bu toyumu necə yoxuyar mənim? Vallahi, inanın mənə, əziz məni sevənlər, mən bilirəm, məni daha çox xanımlar çox sevir, evdar xanımlar var. Çünki mən məclisə düşəndə hər kəs deyir ki, Kəmalə xanım sizi bax, belə gözləyirik, belə gözləyirik. Mən də sizi sevirəm və buradan Həqiqət xanım, mən sizi çox sevirəm. Hər dəfə məni salırsınız öz ailə məclislərimizə. Mən demək istəyirəm ki, orada xanım da mənə deyir də, biz hər gün bu paltarları ala bilmirik. Mən də ümumiyyətcə sevmirəm də, isə səhifədən geyinməyi sevmirəm. Hərdən olur, məsəl üçün, bir gözəl bir məsəl üçün toyumuz ki, hardan ki, yaxşı qanarar əldə olunur. Hərdən özümə icazə verirəm ki, mən axı gözəl geyinməliyəm. Mən cəmiyyət içinə çıxıram. Mən səhifədən geyinə bilmirəm də canım. Vallahi bu belədir. Səhifədən geyinənlərə necə baxırsınız bəs? Səhifədən bilinmir axı kim haçan geyindi, gətirdi, verdi. Mən biraz müğənni olmasam da, həkim də olsaydım belə olacaqdım, bu xarakterdə olacaqdım.